Ölkə ərazisinə qaçaqmal yolu ilə gətirilmiş, külli miqdarda güclü təsir edən xassəyə malik narkotik vasitə və psixotrop maddə polis əməkdaşları tərəfindən aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb. Lerik rayon polis şöbəsinin əməkdaşlarının çətin relyef şəraitli ərazidə keçirdikləri əməliyyat tədbirləri ilə əvvəllər məhkum olunmuş 40 yaşlı Elmir Daşdəmirov, 58 yaşlı Cavanşir Əkbərov və 68 yaşlı Məhərrəm Rəhimov saxlanılıblar. Onlardan xaricdə yaşayan, narko tacir vasitəsilə əldə etdikləri 12 kiloqram narkotik vasitə, o cümlədən 7 kiloqram heroin, 5 kiloqram metamfetamin və əlavə olaraq marixuana aşkarlanaraq götürülüb. Bir həftə bundan qabaq sosial şəbəkədə İran vətəndaşı ilə tanış olduq, bizə konum atdı. Bizə bildirdi ki, Lerik rayonunda narkotik vasitə var, onu oradan götürüb, mən dediyim ünvana çatdıracaqsınız, 9000 manat pul təklif elədi. Mənim telefonuma konum atıldı. Mənim konumla gəldik biz həmən əraziyə, Lerik rayonuna. Narkotik vasitəni oradan götürdük. Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxslər narkotiklərin daşınmasını həyata keçirərkən diqqət çəkməmək və ifşa olunmamaq məqsədi ilə güya sitrus meyvələrinin satışı ilə məşğul olduqlarının görüntüsünü yaradıblar. Faktla bağlı cinayət işi başlanılıb və saxlanılan şəxslərin hər üçü barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar aparılır.